Siyasət və fəlsəfə, bunlar bir-birləri ilə hansı halda uyğunlaşırlar, biri digərindən fərqlidirmi? Siyasətlə fəlsəfənin də fərqli tərəfləri var. Bir çox siyasət adamları və yaxud da politoloqlar siyasi elmi öyrənirlər və siyasətin özünün haqqında fikir yürüdürlər, siyasi şərh verirlər. Amma siyasətin fəlsəfəsinə gəldikdə, təbii ki, burada biraz mürəkkəblik özünü göstərir. Siyasət qarşındakına təsir göstərmək, ona təsir etmək, onu idarə etmək məsələsidir. Siyasi şərhçi, ilk öncə ona deyək, siyasi biliyi olan, siyasi dünya görüşü olan, siyasi təfəkkürü olan hər hansı bir şəxs ixtisaslı politoloq olmaya da bilər. O siyasi prosesləri izah etmək, şərh etmək imkanındadır. Çox təəssüf ki, siyasi şərhçilər tez-tez proqnozlar verirlər və bu da bəzən heç də doğru olmayan bir nəticələri gətirib çıxarır. Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmailovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Bugün biz siyasət və fəlsəfə mövzularını müzakirə edəcəyik. Əslində biz bilirik ki, politologiya fəlsəfi dünya görüşdən yaranmış bir elm sahəsidir və həm siyasət elminin, həm fəlsəfənin ayrı-ayrı komponentləri ətrafında fərqli müzakirələr aparmışıq. Bugün istəyirəm onlar arasındakı sərhədləri müəyyənləşdirək və eyni zamanda mövzunun aktuallığını və marağını da nəzərə alanda bu sahə üzrə də kifayət qədər tanınan bir tədqiqatçı, elm adamı qonağımızdır. Bugün bizim studiyamızın qonağı Heydər Əliyev adına Hərbi İnstitutunun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramit Hüseynovdur. Ramit müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm, Tural müəllim. Dəvətinizə görə. Təşəkkür edirəm. Ramit müəllim, əvvəlcə siyasət və fəlsəfə, bunlar bir-birləri ilə hansı halda uyğunlaşırlar, biri digərindən fərqlidirmi? Aralarındakı əsas incə xəttlər nələrdir? Mən təşəkkür edirəm. Yəni doğru buyurdunuz ki, siyasət elə düşündükcə elə fəlsəfənin sadəcə bir mahiyyət etibarilə bir-birini tamamlayır. Çünki biz siyasətin özünə də fikir versək bir abstraktlıq var, mücərrədlik var. Yəni özündə də bir fəlsəfi mahiyyət gəzmir. Elə fəlsəfənin özü də bu və ya digər formada bir mürəkkəblik baxımından, ya dünya görüş baxımından, mahiyyətində bir mücərrədlik baxımından hansısa bir-birlərinə uyğunluq təşkil edir. Yəni bu baxımdan hər ikisinin bir-birinə yaxın olduğunu düşünə bilərik. Amma təbii ki, siyasətlə fəlsəfənin də fərqli tərəfləri var. Çünki fəlsəfə ümumi olaraq bir dünya görüş formasıdırsa, amma siyasət bir qədər də onun daha geniş, daha mürəkkəb, daha abstrakt bir forması kimi düşünə bilərik. Eyni zamanda belə bir ifadə də var ki, siyasətin fəlsəfəsi bəzən belə bir ifadə də işlədə bilər. Bəli, siyasətin fəlsəfəsinə gəldikdə, yəni ümumilikdə biz belə deyim, hər hansı bir məsələnin fəlsəfi tərəfi var. Yəni bu normaldır, çünki bir dünya görüş məsələnin özünü göstərir. Amma siyasətin fəlsəfəsinə gəldikdə, bu siyasi proseslərin, hadisələrin, siyasi təşkilatların, maraqların və digər siyasi olan məsələlərin fəlsəfi tərəfinin mahiyyətinin araşdırılması, öyrənilməsi, dərk olunması, bu barədə fikirlərin yürüdülməsidir. Yəni bu onu göstərir ki, siyasətin fəlsəfəsinə gəldikdə artıq burada bir qədər genişlənmiş bir siyasət daha geniş bir formada özünü göstərir. Yəni əgər bir siyasəti idarə etmə kimi, dövlətin, cəmiyyətin, fərdin, şəxsin idarə etməsi kimi başa düşdükdə, artıq onun fəlsəfi tərəfinə gəldikdə burada artıq mahiyyət daha dərinliklərə varılır. Yəni biz artıq burada siyasi proseslərin niyə görə nə cərəyan etdiyini, burada forma və məzmun baxımından, mahiyyət baxımından necə cərəyan etdiklərinin fərqinə varıq, artıq onun daha dərinliklərinə getmiş oluruq. Bu baxımdan ola bilər bir çoxu üçün siyasətin fəlsəfəsi mürəkkəblik təşkil eləsin. Çünki bir çox siyasət adamları və yaxud da politoloqlar siyasi elmi öyrənirlər və siyasətin özünün haqqında fikir yürüdürlər, siyasi şərh verirlər. Amma siyasətin fəlsəfəsinə gəldikdə, təbii ki, burada biraz mürəkkəblik özünü göstərir. Çünki bəzən siyasi proseslər haqqında bəsit bir fikir yürütmək, bir dəfə o məsələnin mahiyyətinin, yəni onun məzmun etibarilə dərk etməsinin bir problemi ortaya çıxır ki, yəni biz siyasi prosesləri necə dərk edirik və bu haqda
irəli sürdüyümüz fikirlər nə qədər doğru və yanlışdır və yaxud da biz hadisələr haqqında irəli sürdüyümüz fikirlərin nə qədər reallığı əks etdirdiyini burada dərk etmiş olur. Baxımdan düşünürəm ki, siyasət, fəlsəfə ümumi olaraq mən bu mövzunun həm də ona görə sizə təşəkkür edirəm. Çünki son illərdə bu bir dəb halına da alıb, həm də onu deyim ki, bu politologiya biraz son illərdə həm Azərbaycanda, həm də dünyada hər kəs üçün əlçatan görünəcək bir mahiyyət kəsb edib. Sanki hər kəs elə düşünür ki, həqiqətən də bir asanlıq tərəfi var, amma onun fəlsəfi tərəfini siz doğru buyursunuz. Fəlsəfi tərəfinə varanda, fəlsəfi mahiyyətinə varanda bunun nə qədər mürəkkəb olduğunu biz görə bilirik. Ramit müəllim, istəyirəm həm də anlayışları biraz daha çox aydınlaşdıraq. Siyasət fəlsəfəsi və politologiya, bu iki anlayış arasındakı fərqlər nələrdir? İzləyicilərimiz üçün də maraqlı olacağını düşünürəm. Politologiya, yəni özündən də gördüyüm, politika və logos elmlərindən gəlir. Yəni siyasət haqqında elmdir. Yəni siyasəti öyrənən elmdir. Siyasi elmdir. Bəzən buna siyasətşünaslıq da bəzən bir çox hallarda, yəni biz, amma son illər Azərbaycan leksikonunda biz 90-cı illərdən sonra bu politologiya elmi, çünki Azərbaycanda həmişə siyasi tarix öyrənilirdi və siyasət nəzəriyyəsi deyilən bir fikirlər öyrənilir. Yəni bu sayda mütəxəssislərimiz də belə çox deyil. Amma son illər Azərbaycanın müstəqil bir dövlət kimi yenidən bərpa olunması, artıq dünyanın suveren bir dövləti kimi özünü göstərməsi, dünya beynəlxalq münasibətlər sisteminin bir subyekti olaraq özünü göstərməsi artıq politologiya elminin vacibliyini, zərurliyini ortaya qoyur. Çünki bilirik ki, biz politologiyada bir müstəqil təfəkkür ortaya qoyulur. Yəni biz Sovet cəmiyyətində bunu biraz siyasi tarix adını öyrənir, amma müstəqillikdə artıq bu politologiya. Politologiya siyasi elmdir, siyasi öyrənən bir elmdir. Amma fəlsəfə ümumi dünya görüş forması. Amma siyasətin fəlsəfəsinə gəldikdə isə burada təkcə politologiya yox, ümumilikdə siyasətin fəlsəfəsi bu hər kəs üçün bir irəli fikir yürüdülə biləcək bir məsələdir. Çünki burada təkcə politologiyadan söhbət getmir. Yəni ümumi siyasətin fəlsəfəsi, yəni siyasətin dünya görüşü, siyasət haqqında yürüdülən fikir. Yəni biz bilirik ki, siyasət bayaq da dediyim kimi cəmiyyətin, dövlətin idarə, yəni ilk anla siyasət dedikdə dövlətin idarə olması gəlir. Amma eyni zamanda biz aşağı səviyyədə dəyərləndirdik halda, yəni biz bunu məişət formasında da siyasəti görə bilərik, ailədə də görə bilərik, cəmiyyətin müxtəlif səviyyələrində də görə bilərik. O demək deyil təkcə burada dövlət. Yəni siyasət qarşındakına təsir göstərmək, ona təsir etmək, onu idarə etmək məsələsidir. Bax, bu anlamda siyasətin fəlsəfəsinə gəldikdə isə burada həmin şəxsin və yaxud da prosesin mahiyyətində nədir? Yəni bəzən insanlar qarşındakı şəxsi idarə etdiyi zaman irəli sürdükləri siyasətin bir abstrakt tərəfi var. Bəzən siyasətdə bəzən mətnaltı formada da irəli sürülməsi deyilir. Bəzən bir çox hallarda siyasətin hər kəs tərəfindən dərk olunmadığını biz görürük. Bax, elə oradan irəli gəlir. Əgər siyasətdə bir abstraktlıq, dərk olunma hər kəs tərəfindən mümkün deyilsə, deməli bunun bir fəlsəfi tərəfi də var. Çünki fəlsəfi tərəfi hər kəs üçün əlçatandır. Çünki biz bilirik fəlsəfə biraz mürəkkəbdir, yəni mücərrəddir. Siyasətin fəlsəfəsinə gəldikdə bu biraz həm də bir qədər də mürəkkəbləşir. Yəni bir çox hallarda insanlar düzdür, siyasəti adi qəbul edirlər və yaxud da onu daha bəsit forma, amma onun dərinliklə varında nə qədər mürəkkəb olduğunu görürük. Amma bir çox hallarda insanlar bəzən belə bir ifadə işlədirlər. Siz burada siyasət işlətdiniz. Bax, başqa mənada bir hiyləgərlik məsələsi də var. Yəni, siyasət işlətmək o deməkdir. Deməli, siz mənə sözü düz halda yox, dolayısıyla, mətinaltı formada işlətdiniz. Deməli, görürsünüz, bunun özündə bir fəlsəfə gizlənir. Və yəni, mən sizə demək istədiyim sözü birbaşa yox, onu dolayısıyla çatdırıram. Dolayısıyla sizin bəlkə də başa düşmək istəmədiyinizi istəmirəm. Onu dolayısıyla çatdırmaqla bu zaman
bəlkə də sizin məndən gözləntiləriniz yox, mənim sizi necə idarə etmək istədiyim ortaya gəlir. Yəni siz əgər mənim nə demək istədiyimi bilsəz, o zaman mənə tabiçilik göstərə bilməyəcəksiniz. Amma onun dolayısıyla həyata keçirilməsi idarə etmək istəyənin idarə olunanı öz maraqlarına uyğunlaşdırmağa çalışmasıdır. Və idarə olunan da bəzən idarə edənin də onu nə məqsədlə onu idarə etməsini elə bilmir, axıra qədər dərk etmir. Bu zaman o ona tabi etmək məcburiyyətində qalır. Bu zaman siyasətin fəlsəfəsi, mahiyyətinin hər kəs tərəfindən dərk olunmaması ortaya gəlir. Ümumilikdə cəmləşdirib fikrimizə deyə bilərik ki, politologiya bir siyasət elmidir, siyasəti öyrənən elmdir, siyasi prosesləri öyrənən elmdir və bunun özündə də politologiya əvvəlki dövrlərdə ancaq pozitivizmə köklənirdi. Yəni ancaq siyasi rəsmi şəxslərin verdikləri fikirlər, rəsmi qərarlar əsas götürüldü politologiya elmi siyasi prosesdə öyrənir. Amma sonra proses ortaya gəldi ki, bu heç də həqiqətin ortaya çıxarılmasına imkan vermir. Çünki rəsmi adətən necə olur? Ancaq müsbət tərəfdir. Yəni bu baxımdan pozitivizm irəli sürülür ki, ancaq müsbət tərəflər ortaya gəlir. Yəni siyasəti öyrənən bir elm olaraq politologiya təkcə rəsmi qərarlara istinad etmiş olduğu zaman, bu zaman əsl gerçəklik, reallıq, cəmiyyətdə, dövlətdə baş verən siyasi proseslərin real həllinin və yaxud da reallığın ortaya çıxarılmasına mənfi təsir göstərir. Daha sonraki dövrlərdə artıq behaviorizm, yəni davranış ortaya gəldi. Yəni təkcə rəsmi qərarlar deyil, eyni zamanda cəmiyyətin özünün davranışına uyğun olaraq politologiya siyasi prosesləri öyrənməyə başladı. Yəni bu zaman rəsmi qərarlardan fərqli olaraq cəmiyyətin davranışı, özünü necə göstərməsi, necə realizə etməsi artıq politologiyanın daha real mənzərəsini ortaya qoydu. Yəni reallığı daha doğru formada izah etmək ortaya qoydu. Ümumilikdə belə deyim, politologiya Azərbaycan elmində son illər böyük inkişaf yolu keçməkdədir. Yəni onu deyim ki, son illərin Azərbaycan tədqiqatçılarının bu sayədə çox böyük işləri var. Mənim yadıma gəlir, biz əvvəlki dövrlərdə bir kitab tapa bilmirdik, amma bu dövrdə artıq kifayət qədər dissertasiyalar müzakirə olunub, müdafiə olunub, yəni böyük monoqrafiyalar yazılır və eyni zamanda bizim çox böyük tədqiqatçı alimlərimiz, professorlarımız bu sayədə geniş formada, hətta dünya maştabına, dünya səviyyəsinə çıxıb, yəni öz sözünü, fikrini, prosesləri doğru, düzgün təhlil etmək imkanları var. Ramit müəllim, siz mediadakı təqdimatlardan danışdınız. Bu məni də narahat edən bir məqamdır. Bununla bağlı bir neçə sual verəcəm. Birinci, biz əgər anlayışları izah ediriksə burada, politoloq, siyasi ekspert, siyasi şərhçi, yəqin ki, siz özünüz izləyirsiniz. Məsələn, eyni bir şəxs bir xəbər portalında analitik kimi təqdim olunur. Bir televiziya materialında, reportajda siyasi şərhçi kimi təqdim olunur. Gəlin onda bunları da aydınlaşdıraq. Analitik, politoloq, siyasi ekspert, siyasi şərhçi, bunların ortaq və fərqli tərəfləri nələrdir? Turan müəllim, bəlkə də məni çox narahat edən bir məqamdır açığı. Yəni mən son illərdə bu proseslərdə mən televiziya ekranlarında görürəm, bu məsələ çox qarışdırılır və şəxslər də bəzən doğru düzgün təqdim olunmur. Təbii ki, burada müəyyən qədər həmin şəxslərin öhdəsinə bir məsuliyyət düşür. Eyni zamanda bəzən jurnalistlər də onları bilməyərəkdən də o cür təqdim edirlər və bu da insanlarda bir qədər çaşqınlıq yaradır. Yəni hansı politoloqdur, hansı siyasi şərhçidir, hansı siyasi analitikdir. Mən 2017-ci ildə politologiya bir dərs vəsaitini yazdım. Məxsusi olaraq orada müəyyən bir bənd ayırmışam ona. Bax, bu izahına. Siyasi şərhçi, ilk önce ona deyək, siyasi biliyi olan, siyasi dünya görüşü olan, siyasi təfəkkürü olan hər hansı bir şəxs ixtisası politoloq olmaya da bilər. O siyasi prosesləri izah etmək, şərh etmək imkanındadır. Amma bunun politoloq olması arzu olunandır. Amma məhdudiyyət yoxdur ki, bu istənilən şəxs siyasi prosesləri izah etsin. Necə ki, məsələn, futbol şərhçisi, biz bir futbolun qabağında oturub, amma istənilən formada şərh edirik. Yəni, o deməkdir, biz futbolçuyuq. Bu fikir, amma bu şərhçinin nə qədər doğru və düzgün prosesləri şərh etməsi artıq onun məsuliyyət boyuna qalır. Yəni, burada artıq bir məsuliyyət öz üzərindir. Siyasi analitik artıq burada bir elmi tərəf ortaya çıxır. Yəni, proseslərin analitik təhlili məsələsi çıxır. Artıq bu, burada şərh deyil, artıq proseslərə bir analitik fikir ortaya qoyulur. Artıq burada bir məsuliyyətin daha dərin olması ortaya gəlir. Yəni, burada şəxsin
daha çox siyasi biliklərə malik olması, politoloq olması və yaxud da siyasət adamı və ən azı siyasətə yaxın, siyasi düşüncəyə yaxın olması vacibdir. Amma politoloq artıq prosesləri daha düzgün tədqiq edən, araşdıran və bu proseslərdən bir qənaətə gələn, onu elmi əsaslı izah etməyi bacaran və elmi əsaslı tədqiqat aparan şəxslər, yəni burada artıq digər sadaladığım iki şəxsdən fərqli olaraq prosesləri elmi əsaslara söykənərək fikir ortaya yürüdən şəxsdir. Təbii ki, bu şəxslər bir o qədər də çox deyil. Yəni bu şəxslər cəmiyyətimizdə bəzən bir çox hallarda televiziya ekranlarına çıxmağa da cəhd etmirlər. Çünki onların işi daha çox prosesləri müxtəlif elmi məqalələrdə əks etdirməklə, monoqrafiyalarda əks etdirməklərə daha çox diqqət ayırdığından efirlərə çox az gəlirlər. Amma bir də var ki, məsələn, bu günləri populizmə gedən müəyyən şəxslər var ki, siz dediyiniz kimi, bəzən onları müxtəlif dırnaqarası ekspertlər qismi təqdim etməklə onlar istənilən məsələyə münasibət bildirirlər. Çünki doğru deyil. Yəni bu günləri bir çox hallarda bəzən istənilən hərbi məsələyə onun siyasi tərəfini izah edirlər, iqtisadi məsələnin siyasi tərəfini izah edirlər və yaxud da siyasi məsələyə bugünkü prizmadan yanaşırlar. Amma burada sabah onun necə olacağını fərq etmirlər. Bu da bir yanlış tendensiya formalar. Çünki efir qarşısında oturan istənilən tamaşaçı efirdə olanı belə deyim, bir siyasi şərtçi deyə qəbul edirsə və onun dediklərini də bu və ya digər formada doğru qəbul edir. Və bəzən cəmiyyətdə bir yanlış fikir formalaşır. Cəmiyyət bir çox hallarda həmin fikri əsas götürərək dövlət haqqında, cəmiyyət haqqında da fikrini əsaslandırmağa çalışır və bu da nəticə etibarilə cəmiyyətin çaşqınlığına gətirib çıxarır. Çünki bəzən həmin şəxslər onun fərqində olmurlar. Bəlkə bir məsuliyyət payı onlarda olmur. Çünki dediyi sözü sabah başqa formada deməklə nəticə etibarilə özləri də bilməyərəkdən cəmiyyəti yanlış istiqamətə sürükləyirlər. Bir çox hallarda məsələn politoloqlar proqnoz verməklərdən çəkinirlər. Düzdür, bu proqnoz vermək bir qədər çətindir. Yəni amma siyasi şərhçilər bəzən tez proqnozlar verirlər və bu proqnoz da bəzən yanlışlıqlara gətirir. Çünki bəzən hadisələri real həlli özünü doğrultmayanda bu da cəmiyyəti çaşqınlaşdırır. Ümumiyyətlə, yenə maraqlı bir məqama toxundunuz. Bu siyasi hadisələrlə bağlı proqnozun elmi əsası varmı? Elmin buna münasibəti, mövqeyi necədir? Baxın, var. Yəni ümumi halda deyək var. Amma proqnoz verilməsi olduqca çətin bir prosesdir. Çünki siz prosesləri o qədər doğru, dürüst təhlil etməlisiniz. Analitik baxımından onu öz analizinizdə, öz dərk etmənizdən, süzgəcizdən keçirdikdən sonra işlətdiyiniz ifadələr o qədər diqqətli olmalıdır ki, bu hər hansı bir formada proseslərin sonraki axarına uyğun, adekvat olmalıdır. Düzdür, burada bir qədər peşəkar politoloqlar, özünə əmin olan politoloqlar həm də xəsislik edirlər bu baxımdan. Çünki bir qədər məsuliyyət payı çoxdur. Çünki özünə hörmətlə yanaşan istənilən politoloq və siyasət adamı, siyasət öyrənən şəxslər bunu elmi əsaslarla müxtəlif ehtimallarla irəli sürülür. Amma bir çox hallarda bunun reallaşdığının da şahid olur. Amma bu zaman belə deyim, bəzən bir çox hallarda deyilən kimi də olmasa da bu və ya digər formada ona yaxın formada özünün təsdiqini tapmış olur. Düzdür, bu cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Amma onlar onun, çünki belə deyim də, biz 20 il bundan qabaqki siyasi prosesləri şərh etdiyimiz zaman, fikir yürütdüyümüz zaman indiki dövrdəki siyasi proseslər digər arasındakı böyük fərqlər var. Bugün siyasi proseslər çox dəyişkəndir. Xarakter etibarilə çox mürəkkəbdir və xüsusilə biz onu nəzərə alsaq da bir müasir yeni dünya düzənindəyik. Yəni bu bizim bəzən günahımız deyil. Çünki biz keçid bir dövrünü yaşayırıq. Ona görə də artıq oturuşmamış, tez-tez dəyişikliklərə məruz qalan dövlətlərin yeni dünyada özünə pay almaq istədikləri, yeni dünya düzənində özünün mövqeylərini, imiclərini, nüfuzlarını artırmağa çalışdığı zaman bu və ya digər formada tez-tez manevrlər edirlər. Belə bir manevrlərini etdiyi zaman bəzən böyük dövlətlər kiçik dövlətlərə qarşı, kiçik dövlətlər özləri öz mövcudluqlarını qoruyub saxlamaq üçün atdıqları addımlar bəzən siyasi proseslərin xarakterində bir dəyişkənlik yaradır. Çünki çox tez-tez baş verir bu. Bax, o baxımdan politoloqlar, yəni sırf siyasi elmi öyrənən şəxslərin bu proseslərdən irəli gələrək proqnoz yürütməsi bir qədər çətinlik törədir. Amma çox təəssüf ki, siyasi şərhçilər
tez-tez proqnozlar verirlər və bu da bəzən heç də doğru olmayan bir nəticələri gətirib çıxarır. Bəzən hətta dövlətlərin siyasətləri haqqında, hakimiyyətlər haqqında proqnoz verirlər və bu da bəzən görürsünüz ki, xoş olmayan mənzərə yaradır. Təşəkkür edirəm Ramit müəllim, çox sağ olun, vaxt ayırdınız. Sağ olun, minnətdaram, təşəkkür edirəm dəvətinizə görə. Çox sağ olun. Xatırladım ki, bu gün arxa planda mənim qonağım Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramit Hüseynov idi. Biz siyasət və fəlsəfə, siyasətin fəlsəfəsi ətrafında müzakirələr apardıq. Sağ olun, salamat qalın.